Meyxana fərqli olduğuna görə istər-istəməz fikirləşirlər ki, görək bu dəfə nə olacaq. Təbii. Mən razıyam. Söz sənətinə bizim xalqın dəyəri çox böyükdür, hörməti çox böyükdür. Çünki ədəbiyyat sevən xalqıq. Çünki bizim duhalarımız olub, dahilərimiz olub ki, mütləqdir. Söz sənəti bizim üçün bir başqa meyardır. Ona görə Azərbaycanın hansı bölgəsinə getsən, söz sənətinə dəyər verirlər. Meyxana eşidəndə, bəlkə zamanında meyxananı qısıtlamışdılar bir dönəmdə ki, hə, meyxana olmasın, çıxmasın, görünməsin. Amma elə bu sənətin özünə də ulu öndərimiz zamanında dəstək olub. Elə ona görə də meyxana müsabiqələri, söz ustadlarının gündəmə gəlməsi çox gözəl tərəfədir. Amma sən bir söz deyim, bu dəqiqə meyxana aləmi, muğam aləmində söz söhbətdə vurub keçib, şou biznes aləmini də söz söhbətdə vurub keçib. Hə, hacan baxırsan, maşallah, trendlər, tez-tez bir-birinin rəqabətə girməklər, bir-birinin bəhsini işlər görməklər yaxşı mənada. Amma söz söhbətləri qalmaqalları da sən gibi. Ən gözəl mahnıları da əksəriyyəti meyxana deyənlər yazır. Çünki söz qafiyə bilən insanlar yazır. Tək orada sözdən gedmir, axı musiqi ilə olan vəhdəti də var, bunun mövzu var. Müəyyən məsəl üçün bəstəkarlarımız var, mən onları şamil eləmirəm, amma müəyyən bəstəkarlar var ki, musiqini gözəl bilir. Amma sözə baxırsan ki, heç nə yazmayıb, o öz aləmində fikirləşir ki, gör nəsə yaradıb. Amma meyxana deyənlərin də hamısına da aid eləmirəm. İndi biraz səsi olan var, zümzümə eləyir, bir də maraqlı bir şey yaradır. Onsuz da meyxananı avazla deyirsən də. Baxır ki, mən bu bədahətən bunu avazla deyirəmsə, bir dənə də mahnı yazım. Yazır, gedir, pulun qazanır da. Xeyr. Show biznesin özündə bu dəqiqə ən üstündə olan kimlərsə var, onlar da elə meyxana oxuyurlar, deyərdim. Yəni belə diqqətlə fikir verirsiniz, elədir. İndiski mahnı deyəndə ki, elə musiqinin ən gözəl, belə baxanda elə Hindistandadır, İranda. Yaxşı, yollaşaq. Veriş gedmir. Veriş gedir, siz dalaşırsınız, mən də sizə Biz baxıram. dalaşmırıq, müzakirə edirik.